sonra isimlə bağlı bilməli olduğumuz məqamlardan biri ismin quruluşçu növləridir. Bütün əsas nitq hissələri kimi isimlər də quruluşuna görə üç yerə bölünür. Sadə isimlər, düzəltmə isimlər və mürəkkəb isimlər. Deməli, tərkibində heç bir leksik şəkilçi olmayan, eyni zamanda sadəcə kök və qrammatik şəkilçidən ibarət olan isimlər olur sadə isimlər. Məsələn, deyirəm ki, qələm heç bir şəkilçi yoxdur, bu olacaq sadə. İnsanlar cəm şəkilçisi, eyni zamanda bunu qeyd etmək lazım ki, cəm şəkilçisi qrammatik şəkilçidir və qrammatik şəkilçi olduğuna görə yeni bir söz yaratmır, ona görə qrammatik sayılır və sadə söz yaradır. Burada AL şəkilçisi qrammatik şəkilçi olduğuna görə yeni bir söz yaratmadığına görə olacaq, sadə söz yaratmış olacaq. Deməli, kök, eyni zamanda kök və qrammatik şəkilçidən ibarət olan sözlər, isimlər olur sadə isimlər. Keçirik düzəltmə isimlərə. Düzəltmə isimlərin özlərində iki yerə bölmək olar. Birincisi, adlardan yaranan isimlər, ikincisi isə feildən yaranan. Adlardan yaranan o deməkdir ki, yəni burada məsələn isimlə də yarana bilər, eyni zamanda məsələn hər hansı bir sifətdən də yarana bilər. Yəni bu adlardan yaranmış isimlər olduğuna görə adlar yazılır bura. Feildən yaranan isimlər isə sırf feilin özündən yaranan isimlərdir. İndi gəlin baxaq. Məsələn, deyirəm ki, adlardan yaranan isimlərə nümunə olaraq məsələn, tutaq ki, dayımgil. Dayı sözün kökü, düzdürmü? Burada mənim dayım, mənsubiyyət şəkilçisində orada gələcək. Mənsubiyyət şəkilçiləri qrammatik şəkilçilərdir və bu tip sözlərdə gil, dakı, çsız şəkilçilərində leksikdən əvvəl gələ bilir. Normalda söz quruluşuna görə sözdə birinci kök gəlməlidir, daha sonra leksik şəkilçi, sonra qrammatik şəkilçi. Amma bu gil, dakı, sız şəkilçiləri elə şəkilçidir ki, onlardan əvvəl qrammatik şəkilçi gələ bilər. Deməli, burada mənim dayım qrammatik şəkilçi, gil isə olacaq leksik şəkilçi. Daha sonra, məsələn, deyə bilərik, vətən, artıraram, eləyərəm vətəndaş. Vətən yer məzmunu bildirir, daş isə orada yaşayan insan məzmunu, insan anlayışı bildirir. Bu sıranı artıra bilərik. Məsələn, ç, l, laq, bura gəlin yazaq. Ç şəkilçisi, lıq üstü 4, l üstü 4, laq üstü 2. Daha sonra artıra bilərik. Zadə, keş, stan, xana, iyə və s. Yəni bu hissəni kitabda öyrənərkən daha uzun versiyasını, yəni şəkilçiləri öyrənmək lazımdır. Video uzun çəkməsin deyə çox uzun qeyd etmədim. Keçdik feildən yaranan isimlər hansı şəkilçilərdən yaranır? Deməli, bu şəkilçilər ış üstü 4, ıcı üstü 4, ın üstü 4, t üstü 4, məsələn, caq üstü 2. Baxın, ış tutaq deyirəm. Bax feili, düzdürmü? Iş artırsam olacaq baxış. Icı, deyirəm məsələn, nə isə sat. Sat olur, feil, hərəkət bildirir. Icı artırıram, olur satıcı, şəxs məzmunu yaratdım. In, məsələn, deyirəm, ən məşhur ək. Məsələn, ağacı ək, in artırıram, oldu əkin yeri. Yer məzmunu bildirdi. T, məsələn, deyirəm ki, qışqır, tutaq ki, t-nı artıraram, olar qışqırtı eşitdim. Nə eşitdim? Qışqırtı. Caq şəkilçisi, məsələn, yel sözün kökü, yellə, yellən, yelləncək. Baxın, feildən yaratdıq. Deməli, sözün yarandığı nitq hissəsi deyəndə ən son
leksik şəkilcidən əvvələ baxmaq lazımdır. Baxın, bu hissəyə qədər baxmaq lazımdır. Deməli, feildən yarandı. Deməli, bu qaydanı bilmirəm, bilirsiniz, bilmirsiniz. Gəlin bunu bir haşiyə çıxaq, sizə başa salım. Yelləncək. Deməli, yelləncək sözü. Bir var sözün kökü, kök. Bir də var ki, yarandığı nitq hissəsi. Sözün kökü deyirəmsə, bu fərqli anlayışdır. Yarandığı nitq hissəsi deyirəmsə, bu tamamilə fərqli bir anlayışdır. Kökə baxırıq. Sözün kökü nədir? Yel. Yel sual veririk. Nə? Düzdürmü? Biz bunu elə vaxt uşaqlar olur ki, deyir, isimdir də, isimdən yaranıb. Yox, isimdən yaranmayıb. Sözün kökü isimdir. Deyirəm, yellə. Yellə, yəni kimsə yellə. Bu zaman oldu, laləni artırdıq, oldu feil. Daha sonra deyirəm, sən yellən. Tutaq ki, yellən. Bu zaman yenə olur feil. Bir də var, cək. Artırıram, yelləncək oldu. Nə? İsim yaratdım. Baxın, ən son leksik şəkilcidən əvvələ baxıram. Hansı nitq hissəsidirsə, yarandığı nitq hissəsi. Baxın, bundan yarandı. Yarandığı nitq hissəsi feildir. Amma kökü isimdir. Belə bir haşiyə çıxdım sizin üçün. Daha sonra feildən isim düzəldən şəkilçilərə baxsaq. Məsələn, deyərik, maca şəkilcisi, ıntı şəkilcisi, acaq şəkilcisi, mə, məsələn, qoşma, c, düşüncədir, i şəkilcisi, məsələn, sant sözündən sancı əmələ gətirir, anaq, məsələn, döy sözündən döyənək əmələ gətirir və s. Daha sonra keçirik, biraz mürəkkəb hissənin tərəfinə girdik. Mürəkkəb isimlər. Mürəkkəb isimlər nədir? İki sözü ən az iki sözün birləşməsindən əmələ gəlir və bir anlayışı ifadə edən isimlərə mürəkkəb isimlər deyilir. Mürəkkəb isimlər bitişik yazıla bilərlər, defislə də yazıla bilərlər. Bunların bir-birindən fərqi nədir? Bitişik yazılanlar bir vurğu altında deyilir və vurğu da əsasən ikinci sözün üstünə düşür. Amma defislə yazılanlar əksəriyyəti bir vurğu altında deyilsə də bəzilərində fərqliliklər yarana bilir. Deməli, məsələn, deyirəm, bitişik yazılanlardan iki müxtəlif mənalı sadə sözün yaranması ilə tutaq, ayaq və qapı. İki fərqli müxtəlif mənalı sadə söz birləşir, gəlir, ayaqqabı sözünü yaradır. Bu olur mənsubiyyət şəkilçisi sözlə yaranan isim. Baxın, ayaqqabı burada ı mənsubiyyətdir. Bu ayaq isə digər bir isimdir. Deməli, bu olur iki müxtəlif mənalı söz və sözlərdən biri mənsubiyyət şəkilçisi sözün iştirakı ilə yarananlar. İkincisi, heç bir əlavə mənsubiyyət şəkilçisi olmadan yarananlar. Məsələn, deyirəm, istiot. Üçüncüsü, sadə və yaxud da düzəltmə sözü birləşməsi ilə yaranması. Məsələn, soyqırım. Soy, baxın, bir kök, qırdan, qırım, bir kök. Düzəltmə və sadə isim birləşməsinə yaranan mürəkkəb isim oldu. İkincisi, deyərəm, məsələn, ağadır, xanımdır, xatundur, bu kimi titulların, sözlərin iştirakı ilə yaranan xüsusi isimlər var ki, bunlar mürəkkəb olur. Məsələn, deyirəm ki, Gül xanım. Belə bir ad var. Daha sonra keçirik ikinci tərəfi, məsələn, ola bilər feili sifət. Məsələn, belə məişət əşyası, toz soğuran bir sadə isim kökümüz bir də var burada, feili sifətimizin birləşməsinə yaranır. Bunlar olur bitişik yazılanlar. Digərinə baxırıq. Bəs yaxşı, defislə yazılanlar hansılardır? Defislə yazılanlar eyni sözün təkrarı ilə. Məsələn, deyirəm, uşaqlar həyətdə top-top oynayır. Eyni sözdən başqa, baxırıq, yaxın mənalı sözlərin iştirakı ilə. Deyirəm, məsələn, üstü toz torpaq oldu. Üçüncüsü, məsələn, deyirəm ki, əks mənalı sözlərin iştirakı ilə yaranırsa, bir var yaxın mənalı sözlərin birləşməsi ilə, bir var eyni sözün təkrarı ilə, bir də var əks mənalı sözlərin iştirakı ilə. Tutaq, deyirəm, gedər, gəlməz. Gedər, gəlməzə getdi, məsələn, belə deyirlər. Daha sonra bura biz aid eləyə bilərik. Tərəflərindən biri müstəqil şəkildə işlənə bilməyən sözdür. Məsələn, elə sözlər var ki, bir tərəfi ilə məzmunun
başa düşmək olur, digər tərəfi ayrılıqda işlənə bilmir. Məsələn, deyirəm ki, uşaqlar meşədən çör-çöp yığdılar. Çöpü ayrılıqda işlədə bilərəm, amma körü kör deyilən bir söz dilimizdə yoxdur. Ona görə tərəflərindən biri müstəqil işləməyən, sözün iştirakı ilə yaranan isimlər defislə yaranır. Və ən sonuncu isə izafət tərkibləridir ki, bunlar hazır şəkildə, məsələn, tərcümeyi hal, tərz